Yeni bir gündən hər kəsə salam. Bilmirəm, vlog başlatdım, axırı gələcək ya gəlməyəcək. Dedim yenə çəkim. Azadlığa gedirəm tortla vazmatlarına. Bir iki dənə də mağaza gəzmək fikrim var. Baxdım ki, probkadır. Dedim biraz da yeriyim. İrəlidəki Astanovkadan oturaram avtobusa. Çünki həm də biraz yürüyüş olsun. Neçə vaxtı gəzə də bilmirəm. Belə ancaq evlərdəyik. Havada küləklidir, düzdür istidir, amma biraz yine külək var, sərinlədir. Olmazsa olmazım, bir dənə saqqız aldım. Gəldim Azadlığa, burada da özümə daraq almaq istəyirdim. Belə daraqlar gəlib, incinin söz olmasın, çarımlı Crocs daraqlar. Düz yerək belə baxıram ki, mən yenə axır əvvəl qayıdıb o Dədə-baba daraqlardan alacağım. Çünki baxdım, bir sürü də növbə-növ daraqlar var. Amma ki, ürəyimə yatan olmadı. Qızlar, inansız video çəkmirdim deyə heç buralara gəlib baxmırdım. Mən də neçə zamandır girmirdim. Nə bir manatlıq mağazalara, nə bu digər xırda-mırda olan mağazaların heç birinə girmirdim. Ona görə buralarda mənim də xəbərim yox idi. Gəlmişkən elə dedim, uzun sürədən sonra sizin üçün həm video çəkim, həm də özüm baxım. Yenə fincanlara baxıram, inansız evdə məndən çox fincanı olan yoxdur. Bəlkə də 5-6 dənə fincanım var. Yenə də gözüm fincanlardadır. Mənə hədiyyə almaq istəsəz fincan ala bilərsiniz. Burada da keçdim səyahət çantası üçün. Belə orqanayzerlər var, balaca, belə ikilisi 1 manat idi, böyüklər 2 manat idi. Sonra oyuncaqlar var, belə yumuşaq əzilə bilən, bunlara baxdım. Əl işləri üçün iplər var idi. Saxsıların kənarlarını doluyurlar, bax onlardan idi. Qəşəng görünürdü, rəngləri çox super idi bunların da. Burada da uşaqlar üçün diş fırçası var. Bunlar da xoşuma gəldi, dedim çəkim paylaşım. Özü də bilmirəm niyə, ancaq çəhrayı rəngi var idi, mavisi yox idi. Nə yəni, oğlan uşaqları üçün olmurmu belə şeylər? Qızlar, buna baxdım. Sonra üzərinə oxudum ki, çantadan asmaq üçündür, qəribə gəlmişdi. Bu nədir? Sonra Crocs çəkələklər üçün, biz çəkələk deyirik də, şəpşəplər üçün belə üstlüklər var idi. Bunların da deyəsən bir dənəsi 50 qəpik idi. Belə gözəl rəngarəng idi, cəlb edici idi. Böyüklər üçün də gümüş rəngi, qızıl rəngi, mirvarisi, belə cürbəcür bunlar da var idi. Amma sevmirəm mən bunları geyinməyi. Keçən il moddaydı, onda da heç almadım. Çox kobud görünür məncə ayaqda. Bilirsiniz yəqin ki, ayın axırına qədər Alivia'da 60%-ə qədər endirimlər var idi. Gəldim Eveline-ın bu nemləndirici kremini alım, amma ki, hamısı 45 plusu idi, tapa bilmədim. 35 plusu. Ona görə də belə L'Oreal-ınkini götürdüm. Xanım digər markanı məsləhət gördü ki, bu yaxşıdır. Amma L'Oreal işlətmişəm deyə yenə də L'Oreal götürdüm. ChatGPT-yə atdım, soruşdum. O da dedi ki, o qədər güvənilir bir marka deyil, tanınmış marka deyil. Mən olsam L'Oreal tərcih edərdim. Təbii olaraq mən də onu tərcih elədim. Burada da günəş kremləri var. Günəş kremindən də xoşum gəlmir. Ona görə bunlara da baxdım ki, görüm necədirlər. Neçə vaxt idi sizə bir manatlıqlar çəkmirdim. Gəldim belə. Dedim uşaqlara bunlardan götürüm. Gəlmişkən sizə də buraları çəkim. Orada baxdım, balaca proşkalar yox idi. Baxıram ki, burada var. Qutu-mutu da gipsdən qablar var. Çoxusu qırılıb. Bunlar da qəşəng olur. Uşaqlar üçün maraqlı olur. Bunlar da hətta maraqlıdır. Bəlkə bunu götürməm sizinlə bəzinə. Sonra da otağına qoyar. Hətta beləsi də var. Bunlar mənim tortum var, onun üstünə qəşəng gedərdi. Amma ki, bizə labub lazımdır. Amma bunlar qəşəngdilər. Sonra fikirlərini dəyişdirdilər. Əslində belə kukla istəmişdilər. Sonra fikirlərini dəyişdirdilər. Bacı, baxsansa səndə Leyla belə kuklalar var. Əslində tortun üstünə bunları qoymaq olar. Bu nədir belə? Album. Vaxtı belə ətirlər Vasmoyda dolu olurdu. Neçə ildir Vasmoya getmirəm. Belə ruçkalar var. Qəşəngdilər əslində. Amma ki, uşağın fikrini yayındırar da dərsdə də.
Gedim bunları ödəyim. Güya ki, tort ləvazimatlarına gəlmişəm də. Gedim ödəyim. Gedim tort ləvazimatlarına. Gedə bilmədim qızlar. Keçdim mağazanın digər bölmələrinə. Burada görürsünüz də belə hər şey var. Hətta hər şeyin patetikası var. Bütün boyayıcı vasitələrin. Amma belə şeylər də var ki, məsəl üçün buradan almaq bunları sərf edir. Ayaqqabı ayağı vurmasın deyə bunlardan. Əlimdə də salafan var. Sabahdan xış-xış eləyir. Sonra belə kutkalara, paltarlara sancaq tikmək üçün, düymə qoymaq üçün belə aparatlar var 1 manata. Əvvəl bunları axtarsaq belə tapa bilməzdik. Amma indi gətiriblər. İçində düzdür, düyməsi az olsa da, amma yenə də var. Belə ayaqqabı bağlıcıqları var. Balaca uşaqlar bağlaya bilmir. Mən də əvvəl oğluma alırdım və məni bezdirmişdim, amma ayaqqabımı bağla. Bunlardan almışdım. Bunlar da rezin kimidir. Taxmışdım üstünə. Priyamoyu özü geyinib rajokla soyunurdu. Nə üstünün açılma dərdi var idi, nə bağlama dərdi var idi. Keçən səfər bacım da almışdı. Bilmirəm, yadınızdadır. Keçdim şüşə qablar bölməsinə. Yaxşıdır, bu səfər bilmirəm saat neçə idi. Gedəndə elə bir adam yox idi. Əvvəl buralar belə çox sıxlıq olur, adam çəkə də bilmir. Yenə bu rəngarəng qablar, balaca sosluqlar, belə qablar üçün hər şeyin balacası deyirlər. Belə qablar üçün ürəyim gedir də. Belə boş qablar gətiriblər orta servis üçün, amma kalçuk idi. Edə bildim şüşədir, amma kalçukdan idi. Belə yenə balaca sos qabları rəngarəng. Belə şüşə qab var idi su üçün, amma çox ağır idi. Mən ərinərəm bunun içərisində su götürməyə. Neçə vaxtlardır gəlmirəm deyə mənə də maraqlıdır. Amma elə bir maraqlı qablar yox idi. Ağ qablar əvvəlki gördüyümüz. Fincanlar yenə. Məndən sonra qızlar ayağım yüngüldür. Hansı mağazaya girirəm inansız da olur. Məndən sonra nə qədər adam gəldi burada. Belə bir fırça var idi. Bu diqqətimi çəkdi. Bununla yaxşı saç üstü təmizləmək olar. Düzü gərək bilmədim nə üçün idi. Siz bilərsiniz. Əvvəllər biz sacın üstünü bir dənə mamanın təmiz balaca süpürgəsi olurdu. Özləri bağlayırdılar. Sadəcə onu sacın üstünü süpürmək üçün. Keçmişdə fətir pişirənlər, lavaş pişirənlər onu bilər. Fətir dedim, birdən başa düşməzsiniz. Söndərdim arxasını lavaş. Bir dəfə oğlumu göndərmişəm mağazaya ki, get fətir al gətir. Gedib gəlib ki, mama deyir, bizdə fətir olmur, heç vaxtda olmayıbdı. Deyirəm, sən nə danışsan? Yəni həmişə fətir olur. Yox deyirəm, amma xala deyir ki, bizdə fətir olmur. Dedim ki, düşmədi 100% bizim ləhcəyə görə. Dedim, get lavaş al. Bu səfər getdi, aldı, gətirdi. Keçən səfər gəvəni yüyəndə şotqunu qırmışam. Elə bildim bu şey üçündür. Gəvənin üstü üçün. Sonra baxdım ki, yox. Simləndir də, məftildən də bunun dikləri. Bundan xalça yumaq olmur. Bilmirəm mənə elə gəlir, yoxsa əvvəl buraların marağı da hamı çox idi. Sanki təzə qab qaşıq gətirmirlər, yoxsa maraqlı bir şeylər gətirmirlər. Ya da ki, bizim marağımız ölüb. Əvvəl reklamı çox idi. İndi bir elə reklam eləmirlər deyə da elə də xoşumuza gəlmir. Ya da mənim xoşuma gəlmir, nə bilim. Burada da belə ədviyyat qabları var. Onlar da yaxşıdır. Hara isti olsa da azadlıq həmişə sərin olur. Çünki buralar küləklidir. İnansız qırağa çıxmayasınız. Pendir gördüm, neçə vaxt idi Holland pendir. Daha doğrusu mozzarella pendirimiz yox idi. Nərmanova gedəndə almışdım axırın səfər. Baxıram ki, gətiriblər 8 manata 1 kiloqramı. Amma ki, bu şah firmasının deyil. Həmişə mən şah firmasının alırdım. Görək bu necədir. Bizdə uşaqlar xoşlayır pendiri nə olsa əridib üzərinə tökməyi. Sizə çəkmədiyim sürədə burada Golden Rose'un rəsm mağazası açıldı. Azadlıqda əvvəl yox idi. Keçən səfər bir məqalə oxuyuram. Deyir ki, fikir vermisinizmi? Məsəl üçün maşın mağazasıdırsa, maşın satılırsa, gəlir digər şeylər də onun yanında satır. Ya adi deyir, dondurmadan götürün. Baxsınız ki, parkda dondurma satılır. Məsəl üçün bir firmadır. Onun gündə 50 dənə satışı olursa, sonra gəlir digər firma, onun yanında bir dənə köşk açır. Sizcə onun deyil satışı nə qədər olur? Onda da 50 olur, bunda da 50 olur. Əvvəl deyir bir dənə idi. Fikirləşirdim ki, dondurma alınmı, almayayım mı? Bu səfər 2 dənə oldu. Bu səfər deyir, fikirləşirsən ki, görən Alcida mı alım, yoxsa Cornetto mu alım? Yəni, nə qədər mağaza çox olsa, adamın almaq istəyi o qədər çox olur. Mağaza artdıqca, seçenek çoxaldıqca adam deyir ki, 100% alacağım, amma bilmirəm hansından alım. Rossmann var idi, Olivia gəldi yanına. Sonra da ki, Golden Rose gəldi.
Bizə ən yaxın münasib mağaza Arzum olduğuna görə yenə Arzuma gəldim. Görürsünüz, burada da nişan konfetləri yığmaq üçün korobkalar var, rəngarəng silikonlar var. Deyirəm, bu silikonlara əvvəl bacınız heç bilirsiniz nə qədər pullar verib. İnansız bir il bizim ancaq aldığımız şeylərin, tortların, pişirdiyimiz tortların pulu bu tort ləvazimatlarında olurdu. Silikonlardır, qəliblərdir, odur, budur. Bütün pullarımızı onlara verirdik. Şükür indi də yavaş-yavaş düzəlibdi. Elə bir silikona ehtiyacım qalmır. Daha 5 ildən çoxdur denən bütün silikonlarım var, daha nə qalsın. Bu muncuqlardan lazım idi, bunu götürdüm. O şarikli toplar göstərdim. Onlar əvvəl 3 manat idi. İndi onlar da endirmə düşüblər. Məncə telefon adam beynini oxuyur. Baxıram, deyirəm, görürsəm bu mağaza necədir, nədir? İnansız bir anda belə reklam olaraq qabağımıza çıxır. Dünən söhbət edirik maşınlardan. Kimsə dedi ki, yoldaşıma, Nərgizə deyir, çanqan al ver, qoy çanqan sürsün. Mənə deyir, nə yaxşı örgənmirsən? Deyirəm, maşın xoşuma gəlmir, ona görə örgənmirəm də sürməyim. Mamam oğul deyir ki, çanqan al ver buna bir dənə. O yaxşıdır. İndi deyir, mama deyir, buna bax, çanqan çıxdı önümə deyir. Danışan kimi deyir, reklamı gəldi. Çox gözəl dinləyir bu telefon bizləri. Həm də ki, deyir, qızlar, nəyəsə baxırsınız ekranda. Xoşunuza gedəndə istər-istəməz adamın gözləri deyir, gözünün bəbəkləri böyüyür, həyəcanlanırsan da. İndi belə həyəcanı qırağa verməsə də insan, gözlərinə yansıyır həyəcan, bəbəkləri böyüyür. Onu deyir, telefon oradan algılayır, qabağına həmişə belə həyəcanlandığın şeyləri çıxardır. Hava çox isti olsa da getdik gəldi. Qızlar, belə bir dənə 1 manatadır. Cilet dəsti götürdüm. Rozlu. Həmişə göy götürdüm. Belə yığılan puzzle maşın götürdüm. Bu da deyil mana. Motorludur. Bir dənə də belə balaca. Nədir bunun adı? Lego. Yox, Lego deyil. Bu Stitch götürdüm bir dənə də. Bir dənə şeydən, Alivia'dan L'Oreal'ın kremini götürdüm. Mənim özümdəki çox pigmentlidir. Üzümü tərlədir. Nəsə, dəri sormur canına. Ona görə belə bir krem. Əvvəl də L'Oreal işlədirdim. Sonra Eveline aldım. O da qəşəng idi. Amma indi yox idi deyə məcbur bundan götürdüm. Qəşəngdir qutusu. 35 yaş plus. Artıq 35 plus işlədirik. Əvvəl 30 plus idi. İndi 35 plus oldu. Belə bir dənə broşka götürdüm. Bence xoşuma gəldi. Bir dənə belə. Uşaqlar xoşlayır. Belə mozzarella əriyən pendirlərdən götürdüm. Orada da linerlərə baxırdım. Əlimdə belə çəkib yoxladım. Onun izi qalıb əlimdə. Düzdür, həmişə Şah firmasınkini alırdım. Bu səfər də bunu aldım. Görək necədir. Bunun da qiyməti 8 manat idi. Əlimdə başqa veşlər olduğuna görə bunları da bunun içinə yığdım. Bir dənə belə şəkil çıxartdırdım. Bunu da özüm montaj edirəm, xanımlar. Gün götürdüm 2 dənə, 4 manat, 3 manat, 50 qəpik. Tortun üstü üçün lazımdır. Belə mirvarilər götürdüm. Biri lap böyük, digəri belə balaca, biraz nisbətən ondan balaca. Mavi şəkər xəmiri götürdüm. Bunda 7 manatdan hesablayıblar kilosunu, amma belə 4 manat 50 qəpikdir. Ya 5 manat nə qədərdir. Kəsəndə qiymətini artırırlar. Bir dənə də belə qaymaq götürdüm. Bu aralar favori qaymağım budur. Bundan istifadə edirəm. Bir dənə də dediyim kimi 35 orta kutu. Gülləri də gördünüz yəqin ki. Tortun üzərindəki gül əslində qızıl gül idi. Prosto rəngi belə deyildi. Uşağımızın paltarının rəngi bu rəng olduğuna görə daha qızıl gülü təxirə saldım. Bunu götürdüm. Alıb gətirdiklərim bunlar. Keçim axşam yeməyi hazırlayayım. Görüm nə hazırlayacağım. Havada istidir. Burada da yumurtaları koymuşam kənara ki ev temperaturunda olsun. Tortu çalım. Günümüzə davam edək. Biskivitin xəmirini çaldım. Mənim sobam yaxşı şişirtmir deyə 2 dənə ayrı qabda pişirirəm. O qala bu bir dənə çəmbərlikdir. Bu arada qızlar, kim kursa qoşulmaq istəyirdi öyrənmək üçün yenidən müraciət eləyə bilərsiniz. Belə qərara gəldim ki, boş oturmaqdansa dərs keçsəm yaxşıdır, evdə boşam onsuzdan. Kim istəyirsə yenidən yaza bilər nömrəmə. Nömrəm də var da YouTube kanalında. Düyü süzdüm axşam yemək üçün. Oğlum dedi yanında toyuq əti olsa daha yaxşı olar. Düzdür, düyünün üzərində hazırlayacağım qarasını. Amma belə toyuğu da qızardıb yanına qoyacağım. Çünki belə istədi.
Toyuq tam almırıq, hissələrini götürürük. Həmişəki kimi. Ucu neçə vaxtdır bütöv toyuq alınmır. Çünki quyruğudur, qanadıdır. Bunlar yeyilmir. 2 dənə də belə corab götürüb marketdən. Belə gətirim bunu da üzərini təmizləyim, dərilərini qoyum qəşəng bastırma edeyim, qızardım. Gedirəm posilkaya, tortum var. Onun üçün qaragilə bir də ki çiyələk almalıyam. Bir də qızlar, bir neçə xanım soruşmuşdu ki, qaynım niyə rəhmətə gedib. Ürəyində aritmiya yarandı birdən-birə. Yəni ürəkdən oldu da. Çox sağ olun, Allah rəhmət eləsin yazanlara da. Təşəkkür edirəm, ölənlərinizə rəhmət. Axşam üstüdür. Çıxdım mən də belə, dedim gedim tort üçün lazım olanları alım. Nəyə görə bu vaxtda saxlamışım? Tortun üzərində qaragilə, çiyələk var idi. Dedim elə təzə-təzə alaram, sabah üstünə qoyub elə verərəm. Sabaha da ki işim çoxdur deyə dedim elə bugündən alım onu qoyum soyuducuya. Mama da iş göndərir. Çox yəqin ki sabah turşu zad bağlayacağam. Vaxtım olmayacaq. Ona görə gedirik birlikdə posilkaya. Gəldim bazara. Axşam bazarı düzü bir elə mal qalmayıb. Burada da belə açıq. Bulgur zadlar satılır. Bıçaqları da həmişə burada itilərdirəm. Nasıl bir şey olursa dayıdan həmişə gəlib ondan alıram ki, onda mal azdır da. Çox elə alış-veriş eləyən də olmur deyə. Həmişə də adama alış eləyir. Bazara bir əl belə baxa-baxa gəldim. Baxıram ki, qaragilə üçün baxırdım da. Baxıram ki, qaragilə yoxdur. Yoldaşım da arazda görmüşdü. Amma yadımdan çıxıb şeyə baxmamışam. Çiyələmə. Bir dənə ayaq tərəfdə var idi. 30 qəpiyə əzilmişlər. Tamam. O mənim işimə yaramaz. Dedim bir dəfə də belə baxa-baxa gedim görüm bəlkə. Ola. O pisi tərəfdə bir dənə mağazı var idi. Həmişə orada yaxşı olurdu. Düzdür, biraz baha olurdu meyvələr. Amma qəşəng meyvələr olurdu. Bəxtimdən onlar da bağlıdır. Yenə də yedim görüm. Bəlkə tapdım. Düzəldirsən də gəl düzəlt. Verərsən mən də dadına baxım görüm buzlu kofe nətər olur. Əslində heç kofe sevməm, amma hamısının bir dadına baxıram. Bir dənə belə süd götürdüm arazdan. Belə bunu götürdüm tortun üzəri üçün. Bunun da kiloqramı bu 3.99'dur, amma kiloqramı yazılmayıb neçəyədir. Yazılmayıb elə, yox. Yazılmayıb kiloqramı neçəyədir. Belə vanil götürdüm. 2 dənə şokolad sosu, pralin götürdüm. Dedim bir dənəsi az olar. Tortumuz sırf şokoladlıdır. Ona görə 2 dənə belə götürdüm. Bir də ki yumurta götürdüm. İndi biskvit çalmalıyam. Çiyələk də olmadı. Hamısı əzi-əzi idi. Dedim sabah səhər tezdən gedib çiyələyi ilə alaram. Təzə-təzə. Mama veş göndərib belə turşu bağlamaq üçün. O gün danışanda deyirəm ki, mən hələ heç nə eləməmişəm. Deyir daha doğrusu kompot elədim. Turşu bağladım, nə bilim nə elədim. Deyirəm hələ mən heç nə bağlamamışam. Nə turşu, nə kompot bir dənə. Ucu yay qutarıb hələ mən kompot zad bağlamamışam. 2 gündən sonra görürəm zəng eləyir ki, sənə veş göndərirəm, axşam götürərsiniz. Belə gördüyünüz kimi şüyüd qurusu göndərib. Acı bibar, şirin bibar, pomidor. Bu gördüyünüz şeyin yarıdan çoxu korobkanın pomidoru idi. Böyle fındıq göndərib, fındıq da var idi. Ailecə oturduq, qəşəng yedik. Allah canlarını sağ eləsin. Allah bütün valideynlərə can sağlığı, uzun sağlam ömür versin. Olmayanların məkanı cənnət olsun inşallah. Onlar nə qədər ki var, biz uşağıq. Belə kəröz, petruşka göndərib. Bunu da tam başa düşmədim. Petruşkadır, kərözdür. Elə bil bu qatışıq idi. Mama dedi kərözdür, amma baxdım ki içərisində petruşkası da var. Ürəyi dözməyib, biraz da olsa yenə nanə qoyub, qara reyhan qoyubdu, qara pencər. Biz qara pencər deyirik adına. Bunlardan qoyubdu. Bu da nanədir. Bunları gərək mən turşu edeyim. İçərisində bir 3-4 başda sarımsaq atmışdı. Amma ən ləzzətlisi bu yaş fındığı idi da. İnansız burada manat, 2 manat yarım, 3 manatdır kiloqramı. Bir də göyəm atmışdı içərisinə. Çox bahadır fındığın kiloqramı. Qırırsan içində də bir damcı çıxır. Hələ təzədir. Amma mən də ən çox təzə-təzə xoşlayıram elə. Belə bir gözəl tort sifarişim var idi. Onu da hazırladım.
istədim son versiyasını sizinlə də paylaşım. Bugünlük məndən bu qədər olsun. İnşallah sevərək, bəyənərək izlədiyiniz bir video oldu. Rəy yazmağı, videonu bəyənməyi unutmayın. Ən çox da rəylərdə çiçəkdən, böcəkdən bir dənə qoyun ki, bilsiz də kanalı neçə vaxtı işlətmirəm. Kanal düşübdü. Kanalımız irəli çıxsın. Hələlik sağ olun. Öpürəm hər birinizi. Sizi çox istəyirəm. Yaxşı ki varsınız. Hələlik.